Salam dostlar, xoş gördük hər birinizi. Dostlar, bir neçə gündür video çəkməyirdim. Bunu gözləyirdim. Temudan yenə belə bir kutu gəldi. Bu dəfə xüsusi salfanda yox, karton karobkada gəldi. Görək bu nədindir. Mən də video çəkəndə ya biri gəlib çağırmalıdır, ya telefona nəsə gəlib ciyirləmalıdır. Dostlar, belə bir şey göndəriblər. Göndəriblərdən də almışam. Aman bərkdir, belə bir şlanqı var, neçə metr oldu bilmirəm. Belə ucluqlar var. Bu arada dostlar, bu sifariş elədiyim maşın yayın aparatdır. Zaryadka ilə. Belə bir pistoletdir. Bu da akkumulyatordur. 2 dənə akkumulyator var. 48 volt. Görün zaryadka sadı var mı bunun? Bunun indi zaryad qolu olmadı. Hardan bilinəcək? Shift çəkmişcə yerinə qoyaq. İçəridəndə də dostlar, buradan bunu basılı tutup çəkirik. 2 dənə akkumulyator var. Bu zaryadka varmış akkumulyatorun birində. İkincisində də yəqin olar. 2 dənə akkumulyatordur. Sonra belə bir zaryadka şnuru göndəriblər, adapter. Burada bunu göndəriblər. Əlifba kitabı, şəkil, aha bu şəkillər lazım olacaq. Kartonunu bir tərəfə qoyaq. Tərdən göstəreyim dostlar. Bir dənə bu pistolet. Bir dənə bu. Bu köbük qabdı, maşına şampun qabdı. Bir dənə bu zaryadka şnuru. 2 dənə akkumulyator. Bir 3-4 metr şlanqdır, bəlkə də artıq olar, bəlkə də əksik olar, bilmirəm. Şlanqı var. Bunlar da var. Farklı başlıqlar, görək bunlar nədir? Dostlar, bu bir erkəkdir. Belə çəkib keçiririk. Bunu da boşaldırıq geri. Şlanq buraya keçməlidir. Sıxılmalıdır sonra, neysə. Əsas məsələ bulardır. Bunlar nətər olurdu? Bunun rezbal tərəfi bu tərəfə bağlanacaq. Bunun nətər olduğunu, maşının nətər yürüdüyünü bir də Mr. Benz'dən soruşmaq lazımdır. Bu da bunun rezin salnik olduğudur, nə bilim nə idi. Bu filtr şlanqın o bir tərəfinə keçir sitka. Təmiz su çəkməkdən ötürü.
Bu haranın idi. Yok. Dostlar bu buraya bağlanırmış ha bunun yerine. Neyse. Bu ne tar olur be? Ya da bunlar nedir? Hı hı. Ha, bu break işte. İki tane farklı başlığı var. He, indi bildim. Böyle. Tava bakmak lazımdı. Ha, bu böyle çövük fıskırdır. Böyle duracak baş üstü. Neyse dostlar bunu Mr. Benzin üstünde yoklayarıq. Hər kəşi öz yerine yığaq. Videoyu Mr. Benzin üstünde devam edeceğim. Dostlar bu arada kıymatı yadımdan çıkmıştı demedim. Kıymatını 80 liraya almıştım bunu. Dostlar maşını tüydüm. Bu arada birden akümülatörünü işlettim. Hala da tam ölmüyor. İkincisi zaryat kadadı. Elə belə koydum zaryat ki birden olmaz ama var imiş.